Salam, hər vaxtınız xeyirli, gününüz uğurlu olsun. Dəyərli izləyicilərim, kanalıma və mətbəximə xoş gəldiniz. Bugün gördüyünüz kimi çox dadlı toyuq tabakası hazırlayacağam. Bunu necə hazırlayıram? Əgər bu sizə də maraqlıdırsa, buyurun izləyin. İlk öncə nə edirəm? Toyuğu təmiz-təmiz yumuşam və bunu sinəsindən 2 yerə bölürəm. Əziyyətə dəyər verən, videolarımı izləyən, bəyənən, şərhlər yazan hər kəsə öncədən təşəkkür edirəm. Allah razı olsun deyirəm. Toyuğu 2 yerə böldüm bu formada və bunu əzirəm bu formada. Üzərini sonra çəkiclə döyəcləyirəm. Sonra da bunun üzərinə bıçaqla kəsiklər atıram ki, duz, istiot yaxşı çəksin canına. Keçirik sosumuzu hazırlamağa. Üzəri üçün sos hazırlayacağım. Bunun üçün bizə nə lazımdır? 2 qaşıq qatıq, 1 yemək qaşığı zeytun yağı, 1 diş sarımsaq əlavə edirəm rəndədən keçirərək. Və 1 yemək qaşığı tomat, biraz limon sıxıram. Və duzunu, istiotunu əlavə edib bunu yaxşı-yaxşı qarışdırıram. Sosumuzu yaxşı-yaxşı qarışdırdıq və bunun toyuğun üzərinə yaxşı-yaxşı sürtürəm. Hər iki tərəfinə qəşəng yaxşı sürtürəm. Sosumuzu ətin üzərinə yedizdirə-yedizdirə sürtürəm. Canına yaxşı çəksin deyə. Dediyim kimi hər iki tərəfinə sosumuzu sürtürəm. Sosumuzu toyuğun üzərinə sürtəndən sonra bunu bir yarım saat kənarda saxlayıram. Ədviyyatlar canını çəksin deyə. Sonra bunu sobada 180 dərəcədə bişirirəm. Həm asan, həm tez başa gəlir. Gördüyünüz kimi toyuğumuz bişib, qıpqırmızı nar kimi qızarıb. Buradan yanmış kimi görünə bilər, amma yanmayıb, qızarıb. Çox dadlı, ləzzətli bir tabaka alındı. Bəli, dəyərli izləyicilərimiz, bir videonun daha sonuna gəldik. Hazırlayacaq olan hər kəsə nuş olsun deyirəm. Hələlik bu qədər. Sağ olun. Allah'a əmanət olun.